Buyurun İlahi Hanım Hazretleri daxil olsun güzel mahnı sedaları altında. İlahi Hanım Hazretleri. Nedir? He, köhne gül. Bravo! Çirkin kadın yoktur, doktor söyledi. Bakımsız kadın var. Güzellik. Ay. Ay ana. Ne oldu? Ne dedin? Dodağının altında ona ne dedin? Dodağının altında. Yok, xanlar müəllimdir. Deyir, görürsən, derim nə, hazır. Ya görüşdür apızı bak. Bu cemaat görsünde təzə forma. Güzeldi mi? Çox gözəl, sağ olun, Allah köməyiniz olsun. Minnətdaram. Onun Marina'nın acığını elədin. Allah köməyiniz olsun, əlbəttə. Gösterdim ki Marina. Doktor söylediği kim? Çoxun sağ ol. Hörmətini bildirirəm. Allah səni bizim üstümüzdən eləməsin. Xalq üstündən, Azərbaycan xalqının üstündən heç yabağa eysi eləməsin. Hündür səhvələrdə ol. Həmişə borçluq ay. Sen Allah sen böyle dua eyleme pervane ile hicran yadı var. Həmişə. O hadisi var. O hicran da mənə yaman dualar eləyirdi. Deyir ama indi bəd dualar eləyir. İndi mənim dualarım olsun. Üç balamın duaları səninlə olsun. Üç balam ona görə ki, üçü də bir dəqiqə ekran qarşısında gözdür. Mən pis gülmələr, mənlə barabar ağlar, mənlə Belə barabar gülər. giyinmişdin. Yox, Hiç vaxt. imkansızlıqdan heç vaxt. Ne vaxt Yemeğe- axırıncı dəfə salona getmişdin? Heç xatırlayır mı? Ne vaxt? Məni bağışlasınlar toyumuzda onda Neçə il əvvəl? Toy. bir 15 il 18 neçə il olar? 18 il olar. Ay vay. Toyumda. Toyunda getmişsin. Toyumda. Özünü bəyəndin mi İlahi? Çox bəyəndim. Çox təşəkkür edirəm hamınıza. Mənim bugünkü gün Məsləhətdir ki, Bakıda qal. əziyyətimi çox əziyyət Sən də qal çəkdiyiniz üçün Bakıda. hamınıza təşəkkür edirəm. Başda sən olmuş. Çox sağ ol. Mən də Nigar Sultanova'ya təşəkkür Ürəksin, ürək. Nigar Çox bugün sağ olsun, bütün əllərini baxımını, qazasın, Alim, sağ bütün olsun. geyimini başdan ayağa dəyişməsi həkim kosmetologumuz gözəl Nigarım. Öpüb bağrıma basıram. Təşəkkür edirəm. Bu qızın duaları sənə bəsdir. Çirkin qadın yoxdur. Bütün qadınlar baxımlı olmalıdır. Nə olsun kənddə yaşayırsan, kəsəkdə yaşayırsan, nə olsun ki? Buyur bax, gözəlliyə bax. Nigar Sultanovanın gözəllik ilə... Ay anar, nə qıza o tərəf bu tərəfə baxırsan? Ana gelip Necə? başka yere bakır. Götür, ha. görün mikrofonu. Xoşuma gəldiyinə görə. Xoşuna bax. gəldi mi? Tamaşaçılar necə, bəyəndi mi? Mən çox istəyirəm. Ay doktor, gəl bura, ay doktor. Gəl. Deməli oturub yazırdın ki Marina'ya verilsin ev, Marina'ya verilsin. İndi ev kimə verilsin doktor? Hə? Salamlayırım hər birinizi. Ev kimə verilsin? Belə deyək də, kim haqq eləyirsə ona verilsin. Haqq Yenə də eləyir, yox, başda yəni. qazimizi düşünürəm ki, O inşallah. qazi deyil, antiterror deməli əməliyyatlarında iştirak edibdi. Bəli. Bizim Bu uğurumuz. ailənin də ehtiyacı var. Ümid edirəm ki, bərabər olaraq bölünər. Marinadan çox bu ailənin ikisinin daha çox ehtiyacı var deyə düşünürəm. Qorusundan dedi, o gün Yo, yo. demişdi ona göre. Buyurun keçin Marina xanımın yanında əyləşin. Buyurun keçin. İnşallah anan da tapılar. Və Bugünkü gün sevinçlərim anamı da olar. Anam bu günümdən sonrasını istəyirəm ki olsun. Ona görə ki ömrümlə günümlə kağız almamışım. Vallahi heç bəlkə sənə kim getdiyim demişdi ki, yerdə xərçəng- sabaha Sən salamat hardan çıxmadım. bilirsən ki, sən xərçəng xəstəliyinə əziyyət Mən çəkirsən? onkologiyaya getmişdim, gənc onkologiyasına. Sağ olsun icra hakimiyyətimizi, onun işçilərini məhkəmədə arıq elədilər. 100 manat ayırdılar, yol pul elədi, həyat yoldaşım apardı orada. Aha. Üzümüzə qarşı demədi, nələm biraz dedi ki, məni bağışla, ayrısını ala bilərsən belələr üzümə qarşı. Sonra da məni yolladı onkologiya zadına. Elə özü də cərrah idi, namik doktor idi.
O vaxt elədi, sonra da yolladı nervi patoloqa. Nervi patoloqda da dedilər ki, üzümə qarşı deyil. Dedi ki, bunu məni nəyə göndərib? Sən xərçəksin, sən məni bağışlasınlar, üzr istəyirəm buradakilərdə. Döşündə xərçək var. Vay, vay, vay. Ondan da məni yeyindirib, belə iğnə ilə dururam, ağrı kəsilərlə, sistemlə, sağ olsun, icra hakimiyyətimiz oradan deyil. Natiq müəllim başda olmaq üçün hamısını sağ olsun. Oradan tapşırır, həkimdə gedirəm. Sən öz istəyinlə, Müalicə eləmir. Pərvanə mənə dərs olub, ona da üzülürəm. Pərvanəyə də Bir də üzülürəm. İvanovkada doktor var. Bir dəqiqə. Nizami həkim odur. Çünki o da xərçəngdən əziyyət çəkir. Ölkənin önəmli doktorları diaqnoz qoyub və o komandanın içində olan türk doktorlardan biri də daxil olmaqla inanın mənə ki, keçən hər gün o müalicəsi olmadıqca mən baxmayaraq, bəlkə də tamaşaçılar deyəcək ki, axı sənin haqqına bu qədər girirlər, niyə elə eləyirsən? Çünki o həqiqətən getmək istəmirdi. O deyirdi ki, məni orada müalicə elətdirməyəcəklər, Xoşqədəm xanım. İndi onun müalicələri gecikdikcə mən çox pis oluram. Deyirəm ki, ilahi, onun nə bilim, Allah onu 3 balasına, o 3 qız balasına xüsusən bağışlasın. Qızım, məncə sənin hər şeydən önəmli birinci sağlamlığındır. Mən indi bilmirəm, mən səni sabah göndərəcəm həkimə. Gedirsən, yoxlanılırsan, o sənə verilən analizlərin cavabları ilə birlikdə. Yox, çox ona inanmıram ki, ona görə ki, Xoşqədəm xanım. O cavablarla get, yenə inan. Məndən pul hesab elədi, mən kağızla getmişdim, Napreveni ilə. Ay qızım, bir dəqiqə deyəndə. Dayanmır. Deyirəm ki, sənə nə veriblərsə onu götür, get həkimin yanına. Həkim onlara baxacaq. Təbii ki, gələn o analizlər olsa da yenidən analizlər olacaq və qərarı verəcək. Əgər elə bir şey Allah eləsin ki, olmasın, olsa sənə kömək eləyəcək. Çıxıb yenə də desən ki, ya özü, ay millət, diaqnozu həkim qoyur, Xoşqədəm yox. Ay cəmaat, Xoşqədəm sadəcə oxuyur. Xoşqədəm həkim deyil diaqnoz qoya. İndi sonra sən də deməzsən ki, diaqnoz Xoşqədəm qoydu falan. Amma sənə kömək edib göndərəcəm. Gedərsən, razı olarsansa, əgər gedərsən, razı olmazsan, getməsən.